Amiye salamlar əziz dostlar. Bugün Car Simulator 2'ye yine devam ediyoruz. Bugün Car Simulator 2'de yine bir maşın karşılaştırma günü eləyəcək. Maşın karşılaştırmada da bu iki maşını bugün karşılaşdırırıq. Xiaomi ve Infiniti. Bu iki maşın 2025 avqustda gəlmişdi. Yani bu iki maşını da bilirik ki, bir-birinə oxşayırlar demək olar. Çünki mənim üçün baxılırsa bu maşın, bu Xiaomi Tesla'ya oxşayır. Yəni Tesla vurma, yenə Tesla'ya oxşayır. Bu Infiniti GL-də bir dənə maşına oxşayır, yəni dəqiq bilmirəm aslında, amma bu iki maşını da bir-biri ilə bu gün qarşılaşdıracağıq. Bir və Toyota Mac'la Charger'ı qarşılaşdırmışıq. İndi bu ikisini qarşılaşdıracağıq. Bu gün bunların hansı qazanır? İkisində də əvvəla drift var, drift. Bu gün bir yarış eləyəcək, bir drift eləyəcək, bir də fren test eləyəcək. Cavabında bu işten tersi hansı daha kazanabilecek? İlk maşınımız Infiniti'den başlamak istiyorum. Infiniti'den top speed testi başlayır. Yani top speed testini mən elə eləyəcəm yenə. Ya top speed testindən hansı daha qəşəng gücləyəcək biləcək birazdan onu. Bir trafiği bağlayaq, bir qarşılaşdırma gördüm. Trafiği bağlayıram. Və bir dənə basaqçaqdan edəcəymiş bu maşın. Ya polis gəldi qalanında. İndi bizə fren test elətdirməyəcək ki. Ya da top speed elətdirməyəcək ki, polis bizə amma. Hava yerə ilk testimizi polis batırdı. Bu sefer top speed'ə baxaq görək nə qədər imiş. $250. Bu maşından azan $250 basırmış. Hərəkətlərə baxın, ne deyirəm sizə. Biraz səs azaldım ki, özümün səs bilinsin. Bu maşın 250 basırmış hal-hazırda indi. Ha, bu qədər yolda bu ağaca nətə vura bildimi? Allah, bu qədərcik yolda ağaca dəyirəmi? Görürsünüz mü? İşləri. Yəni sıra Xiaomi-də gah Xiaomi nə qədər basacaq. İndi gah nə də basacaq. İkinci sıra Xiaomi-dədir. Burada qalsın. İndi Xiaomi-yi yoxlayırıq. Xiaomi nə qədər basırmış. Görürük birlikdə. Yox, 200 nə qədər basa bilmiş Xiaomi görürük. Infiniti 250 hayatta qalsın. Yox, bu nə qədər basa biləcək. $265. Maksimum 265. Na dənizə atma. Dənizə atsa təzədən bir də başlamalı olacaq. Yox, dənizə atmadı, çox şükür. 265. Deməli, qayara çıxlayaq. Infiniti 250 basırdı. Xiaomi-də 265 aynı bastı. Deməli, bunun top speed hızı güclüdür. Qərarımızı açıqlayırıq. Xiaomi 1-0 qabağa keçdi burada. Yəni, ara sırada belə qarşılaşdırmaları eləyək, ha. Mən eləyəcəm belə qarşılaşdırmaları.
Ödəyici çırpsaq olmaz. Yeməni dəyərək bir yerə. Mən çıkmağıma baxın nə tər çıxıram. Sırada driftdədir. Gah driftdən nə tər puan olacaq. Xiaomi'ye bak Infinity cezası ver. 1-0 qabağa keçdi. Nəsə də. Abi belə donmalar başlaydı. Yaman donur ha oyun. Allah ki oyun yaman donur abi. Maşın galerilərinə yaxına çatanda oyun bir donur. Niyə belə ola bilmirəm ha? Donur oyun. Sürüşmələrə baxın, nətər sürüşür. Saxlamaq olmur sürüşəndə. Allah ha. 35.000. Deyən nə oldu, nə oldu? Başlayaq çox puanı nə qədər imiş. Ay çırp bir yardımda. Dur yenidən başlayaq. Batırdıq. Bu səfər diqqətli olaq. Abi niyə çürüp promi? Mən drift mi eləyəmirəm? Nə oldu mənə? Yəni qəşəng bir yolda da çırpıram bitdən niyəsə zay kimi. Da belə şeylər ola bilər. $2279 göstərir. Bu səfər izin var demək olar. Jax 7500-dən oynata bilirik. 7500 həm də. O da atdıq 7500-ü. Ha, cırı puan yığmışdım. Nerede? Yaxşı yenə. 12733 yığdım ha. Təsəvvür edin 12733. İyi oynamaq lazım da. Oynayıram. Çıx. Çıx oynayas vaxtımız indələr. Çıx.
Oyunun səsi mi azaldı bir? Yox. Ha, bu qədər yoldu bu ağacına tədaya bildimi? Oy bab, o çatmır hələ də. Bomboş yolu ağaca çıptım ha. Gördünüz? Uçaq indi buradan. Gördünüz mü? Onsuz qəribə qaydalar. Bu 12732 idi bu Infinity. Sırada Xiaomi var sırada da. Abi hara çıxırsan? Maşının təpəsinə mi? Maşının təpəsinə çıxır görə bilirsiniz mi? Abi nə var ami? İçdən sürməyim belə zəifdir mənim nədir? Bir ucundan bir yün. Hər yerə çırpa gedir o ha. Maşınlara nə oldu bu oyunda ümumiyyətdən çatmır. Nə oldu maşınlara bir gün taxlatma günündə yox hər halda. Ay dur. İşğallıq eləməyək dayan. O oxlar başımı qarışdırdı. Nə oldu? Drift qəşəng ki bu maşından hissələr olsa. Görürsünüz nə hara? Infinity Note da. Bu biraz çox elədi. Yəni futbol günündə mi yox bilinmir şey. Xiaomi yenə qabağa keçdi deyə. Çünki bayaq o driftundan da çox eləydi amma bayaq.
Xiaomi qabağa keçdi 2-0. Sırada nə var idi? Nə var idi sırada? 2 dənə test elədik. Bir də qaldı fren testi. Tormuz. Yox, tormuz testində nə təyin olacaq? Abi niyə Jordan donma? Yaman çırpır. Geçmiş olsun deyələr. 200 uza gəldik indi. Biraz saxlayaq öyle. Bastım tormuza. Bastım. Abi bu nə oldu? Hə? Maşın nə varsan ola sən Infinity. Gənə batırdın. Abi biz tormuz testində ortada dayanırdıq. Öyle bu birbaşa gəldi. Ağaca çırpdı. Tormuzda tükərməsi maalesef uduzda. Tormuz testində bir cürə şətlər ödükün gördünüz. Bu maşına nə olubdu? Dönürəm, döndüyü yerdə dənizə düşməyə çalışır bu maşını. Rahat olsan dənizə niyə yatırsan məni? Oyun get-gedə fərqli yönlər almağa başlayır ha. Yəni yola dönürəm, maşın sahilə düşür. Problemlər böyükdür. Deyim mən sizə. Hani yeni uçuram ama bundan sonraki uçuşum son olacaq bu maşınla. Çünki Infinity bir qəribləşitdi. Bir söz nardım. Dediyim kimi yenə də deyəm, körpüyə dönürəm ki, yoldan dönüm, maşın sahilə düşməyə çalışır. Ne elə oldu bilmirəm, bu işdə bir iş var bəlli. Xiaomi yenə sıra sənə görək bu dəfə də eləyə biləcən hər şeyi. Görək bu səfər də Infinity-ni çəkə bilsən. Həddindən artıq çox donur ey. Nağarım mən abi oyunu. Yəni çox donmalar var. Həddindən artıq donmalar var oyunda. Görürsünüz donmanı. Bundan sonra son olaraq da yarış testimiz də var hələ. Ay bunda da torumuza bastım. O bu ortada dayandı. Dur biraz da buranı alaq. Tamam. Burada dayandı görmüş olduğunuz kimi. Bu maşın ama tormuzu orta. Yani ortada dayandı. 3-0 qabağa keçdin Xiaomi. 3-0 qabağa keçdin. Ama nahari az hərəkət elədim. Yenə də radardan keçdi. Pul qazandıq. Infinity-də heç birinə qabağa çəkənmədi hiss eləyə bildi olsa. Polis maşını var qabağımızda. Oyundakı donmalar həddindən artıq çoxalıbdı. Yəni deməyə belə ehtiyac yox. Oyundakı donmalar həddindən artıq çoxalıb.
Yəni o qədər də donmamız bir orada da görənməmişdik. Donmalar get-gedə çoxalıb da oyunu. Bu düzəlməlidir. Yəni düzəlməlidir, amma nə vaxtdan olacaq bu düzəlmələr ümumiyyətlə? İndi yarış testinə keçirik. Bu sonuncu testimizdir. Bunu da eləyəndən sonra da artıq bitirəsirik oyunu. İşıqlarımızı yandıraq. Polis maşınları çoxdur. Polis maşınları həddindən artıq çoxdur. Bir ki, Car Simulator 2-də güncəlləmə gələndə də həmişə gözləyəm. Yəni istəyirəm ki, keçən bir dənə güncəlləmələr gəlsin. Yəni güncəlləmələr gələndə intihas mənə də xoşuma gəlir. Bir aydan sonra, 2 aydan sonra bu oyuna rahat güncəlləmələr gəlir. 1 ay, 2 ay. Yəni 2 ay sonra bu oyunda ən azından yeni güncəlləmələr gəlir. Realiyyətdə ilə 1 ay, 2 ay sonra güncəlləmələr gəlir bu oyuna sıx-sıx. Həmişə də belə gəlsin, mən də deyim, amma belədir. Gah yarışlarda da 0 olsan, Infinite daha mən saniyə deyim. Yarışlarda 1 deyə bilərəm amma bu Infinite üzərindən. Ona 250 ilə gedir. Ona da nə deyilir ki? Qarşı tərəf elə. Sürüşür ha, həddindən artıq deyəm ki, sürüşür. Yəni hər maşında belədir. Bir imkan ver, oyunumuzu oynayaq. Onsuz ki, niyə elə oldu? Dayan görüm. Yəni imeni Google Play basıva ötürməliyəm ki, daha zaten deyim. Hava da qaraldı. Aşağıya düşdük. Polis. Al keçsənə hava, hara keçsəm qavağıma çıxırsan sən. Nə varam mən bu polisə? Xiaomi son olaraq səndən bir dənə də oynayaq görək. Bugün qavağa keçirəm Xiaomi. Ay dur, bölümdə polis var. İndi heç nə min polis olsa qavağıma keçər vallah. Sağ ol sən, maşallah, əla idin. Qəribə hərəkətlər qəşəng idi, o nə idi elə?
Tövbe ya Rabbim tövbe. Tövbe ya Rabbi tövbe. Bu nedir? Ne garip işler olur bu gün. O neydi gördünüz? O hareketi. Be. O ne hareketiydi elədi maşının sen cani. Bayaq yenə biraz bir gaza geldim amma görürsünüz da hərəkətdə. Xiaomi'ye bax. Patladır yenə. Abi Xiaomi bir günə Tesla'nın Tesla ilə də qarşılaşdıracağam hələ. O zaman var onun da bir gün hələ bizdə Tesla yoxdur ki. Tesla almaq lazımdır. Bizdə Tesla yoxdur. Da var idi. Oyun silim deyənəcəkdi. Silinmişdi. Telefon alındı deyənə oyun silinmişdi. İndi qətiyyən əlimizdə Tesla yoxdur indi. Bir gün Tesla'nı da alaram. O şu şəklə baxın siz. O şəklə baxın. Pula baxın. 1.508.000 pulumuz var. Ha, yine mi? Ne bravo bak. Öyle de. Ama böyle de Brav'la oynamak olar. Sən canı çıx. Reklamlar, Brawl'ın reklamları cəhət deyən hələ də əvvəl sürümlərində qatdı. Sağ ol sən, üstə aşağıdan taxalar atırsan. Mən nə deyəsiydim bayaq ha? 1 milyon pulumuz oldu indi. Bu gedişlə biz yeni bir dənə ev alasıyam. Mən abi yaxınlarda yeni bir dənə ev alasıyam. Ev. Bu şəhərdə 2 milyonla yeni bir dənə ev almağı düşünürəm yenə. Alacağım onu. Pil qutardı. De baxın o evi. Yəni bu evi alacağım 2 milyona. Alacağım o evi. 1 milyon 508'dən çox hələ pul kasım ki, dur çox yana qoydum. Yəni bu evi 1 milyon 500 binə mən kasıb çox rahat bir şəkildə alaram da. Bugünkü gündə Xiaomi qazandı. Infinity sadəcə olaraq bir dənə yarışda qalib də gəldi. Bu yaşıl Infinity bir dənə yarışda qalib gəldi sadəcə. Qalan 4-ünü Drift'i, Fantasy'di, yarışdı. Bir də nə eləydim mən? Drift'i, Friend'i. Ya Drift'i, Friend'i, yarışdı. Bir də Top Speed. Ha, bu 4-ünü də Xiaomi qazandı. Bir dənəsi də sadəcə olaraq yarış olaraq Infinity qazandı hələ ki. Xiaomi bugün qalib gəldi və bugünkü videonun da sonu. Və dostlar, inşallah bəyəndiniz videonu. Yəni davam edəcək Karsimetorçiyə. Deyim ki, bu yeni evi də alacaq sizlərlə. Və bu şəkildə Karsimetorçiyə davam edəcək. İnşallah. Sonraki videolarda görüşmək üzere.